bu verilişdə gözləyirəm. Ay Sadət xanım, nə maraqlıdır, nə şirindir. Çox fikrimi cəlb elədi bu mənim. Mən girdim otaqda biraz Sadət xanımın kuklalarına baxdım. Maraqlıdır bu kukla. Yəni kimdir, adı nədir? Bu barədə istəyirəm biləm. Yaxşı. Bu qəhrəmanımızın adı Ümiddir. Aha. Bəli, çox məzəli, çox şirin çöhrəsi var. Çox. Həm də uşaqlar üçün elə, yəni hazırlanıb ki, həm onların diqqətini cəlb eləyir, həm də onları güldürür. Bəli. Bu qəhrəmanımız şıltaq, şən, biraz səhv edir, amma sonra öz səhvini qəbul da edir. Öz səhvini qəbul edir. Bu qəhrəmanımız nənəsi ilə yaşayır əslində. Nənəsinin evindədir, nənəsi ilə yaşayır. Qohumları var, bacısı var, həmişə onunla biraz araları arada dəyir. Amma sonunda utandı biraz. Amma ürəyi yumşaq, ürəyi saf və təmiz olan bir qəhrəmanımızdır. Səhvləri çoxdur. Necə ki, bizim kiçik qəhrəmanlarımızın da indi balalarımızın da səhvləri çoxdur. Biz bununla demək istəyirik ki, uşaqlar, bax sizin elədiyiniz səhvləri bizim qəhrəmanımız da eləyir. Amma baxın, səhvlərindən dərs alır və sözə qulaq asır, sonunda nəsihət qəbul edir və nənəsinin əzizi olur həmişə. Ən sevimli qəhrəmanlarımızdandır. Bunun elə bir iştirakı ilə, bu kuklamızın iştirakı ilə təqribən 20, demək olar ki, bir 100-ə yaxın biz teatr tipli televiziya proqraması çəkmişik. Televiziyada da yayımlanıb. Təbii ki, YouTube kanalında da işıqlanıb qoyulub və təzəlikcə biz istəyirik bunu Tubanın yeni kanallarında da qoyaq. Elə bu mənim əlimdə ola, mən kuklaçı deyiləm. Həqiqətən mən bacarmıram bu işi, amma çox maraqlı obrazdır. Adam istəyir elə söhbət edəsin. Kukla işi çox maraqlıdır həqiqətən. Adam maraqlıdır ki, görürsən bunlar nə cürdür. Həqiqət elə bilirsən ki, canlıdırlar. Bəli, indi uşaqlar görə qədər xoş olub bunlar üçün. Neynirsən? Sən yaza bilirsən? Hə, yaza bilirəm. Adam icazəsiz baxmaz. Yaxşı, da eləmərəm. Xoşum gəldi, bu nədir belə görürsən? Sənin burnun nə məzəlidir? Boynuma dəydi. Burnum mənim üçün çox əzizdir. Yəni, burnum mənim ən gözəl bədənim üzüdür. Görürsən də gözəldir. Ay, burnuma baxın. Saçlarıma baxın. Bu nədir, mənə demədiniz? Yenə gəldi. İcazə almısan sən? İcazə verdiniz də, nə olub? Yox. Maraqlıdır, mən də uşağım. Sən əvvəl icazə alasan, mən sənə icazə verib sonra baxasan. Belə olmaz. Yox, vermirəm. İcazə vermişsin, yedirsiz icazə verin. Burada uşaqlara bir şey yoxdur, sən baxasan. Mən hələ gedim. İcazə də verilməyəndə adam inciməz. Yaxşı, küsmə, gəl bax, gəl. Ya küsmə, gəl bax. Yaxşı, icazə almamışam. Sadət xanım, bilmək istərdim ki, kukla işi nə qədər çətindir? Yəni, və niyə görə kukla? Yəni, olmazmı ki, yerinə bir uşaq olardı? Kukla işinin bəzi özünə xas çətinlikləri var. Hər kəs onu oynada bilməz və ssenaridə onun üçün hər adam yaza bilməz. Çünki ssenari yazan adam bilməlidir. Kukla nəyi edə bilər, nəyi edə bilməz. Məsələn, bəzi ssenari yazanlar var, onların ssenarisindən istifadə eləmək olmur. Çünki onlar bilmirlər ki, o işi kukla görə bilməz. Özən yazırlar, sonra onu icra etməyəndə narahatçılığı olur ki, niyə olmadı, o yaxşı bir tikə idi, amma yox. Yəni, ssenari yazan adam gərək kuklanı oynada bilməlidir. Ondan sonra biləcək ki, bəli, kukla nəyi eləyə bilər. Məsələn, kukla işin çətinliyi ondadır ki, onun konkret bir yeri lazımdır olsun. Kukla oynadan adam görünməməlidir. Təsəvvür et, o görünməməlidir, amma onun əli elə bil ki, kuklanı idarə eləyir. Bir əli onu idarə eləyir içərdən, onun başını, bəli. Və o biri əli ilə də bir simlə bunun bursu əllərini hərəkətə gətirir. Yəni, eyni zamanda kukla oynadan insan
elə bil özündən başqa bir insanı da idarə etməlidir. Bu çətinlik ondadır. Və bütün o oxuduğu mətləbidir, o teksti onu elə bunun üzərində piyadə etməlidir. Bu işin onun çətinliyidir və eyni zamanda onun şirinliyini unutmamalıdır. Onun xarakterini unutmamalıdır. Baxın, kukla oynadan insan özü başqa xarakterli bir insan ola bilər. Əlindəki kukla isə tam başqa bir xarakterli insan. Belə bilməli ki, o ayrı bir uşaqdır. Bu çətindir. Yəni özünü onun yerinə qoymalıdır. Bir an unutmalıdır ki, o hansı xasiyyətdədir. O hal-hazırda özü də kukla xarakterinə girməlidir. O olmalıdır həminki adam. Məsələn, sən indi Ümidi icra edirsən, olmalısan Ümid. Düşünməlisən onun kimi, hərəkətlərin onun kimi, şirinliklər onun kimi, hər nə onun kimi olmalıdır. Bu işin çətinliyidir. Başqa bir çətinliyi də var. Necə ki, sağ əl o daxilində olur, o ağrıyır, insana əli ağrıyır, çiyini ağrıyır və o eləyə bilməz dayana. O məsələn var da məsələn müəyyən bir hissə var ki, o hissəni tamam başa çatdırmalı. Orada da deyəməz mən yorulmuşam, amma icra eləyə bilmirəm. Gərək çox məşq eləyə və onun qolu gərək güclü ola ki, ta axıra qədər bunu icra eləyə bilsin. Bu işin çətinliyidir. Amma bu işin faydası həddindən artıq çoxdur. Yəni təsəvvür edirsiniz ki, bir mətləb, bir necə deyirlər, mövzu uşaqlara demək üçün nə müəllimdən götürür onu, nə anadan götürər, nə atadan götürər, amma bir kukla onu qəşəng ona deyə bilər və o çox rahatlıqla onu götürəcək. Bu işin mühümliyi bax bundadır. Biz elə fikirləşirik ki, doğrudan da yəni bir kukladır da, oynadırıq, gedir də, oynadığımızda. Mən indi başa düşdüm ki, aktyordan da çətindir. Onun gördüyü iş həqiqətən də çox zəhmətli işdir. Elə deyil. Mən çox sevdim bu kuklanı. Mən belə başa düşdüm ki, sizin ən müvəffəq işlərinizdən biri də elə Ümiddir. Çünki çox gözəl kukladır, xoşum gəldi. Yəni çox şirindir. Mən ilk dəfə gördüm, elə birinci bunu götürdüm əlimə. Elə mənim əlimdədir. Elə biləm ki, ayrı bir canlıdır da, ayrı bir ruhu var. Doğrudan da çox maraqlı bir sənətdir. Çox zəhmətli olsa da və həqiqətən də çox gözəldir. Yəni uşaqlar bu cür bilirəm ki, çox gözəl tərbiyə olunurlar. Müvəffəq olsun, davamlı olsun. Yəni həqiqətən bu işləriniz yəni uşaqlar da bilirəm ki, yəni ki, yenə də ümidi gözləyirlər. Bəli, çox sağ olun, təşəkkür edirəm. Sizə sağ olun.